Sabahınız xeyir olsun bizi izləyənlər, səhər-səhər məlumat almaq istəyənlər və eyni zamanda səhəri xoş enerji ilə başlayanlar. Hər birinizi xoş gördük və həftənin şənbə günüdür. Biz şənbə günündə də sizin qarşınızdayıq. Yenə də fərqli məlumatlarla gəlmişik və eyni zamanda bugün məzunların günüdür. Bəli. Geyimimizdən də bu əslində görünür və bütün məzunları biz təbrik edirik. Bugün onlar üçün son zəng çalınacaq. Və elə efirimizdə də biz onların həyəcanını da bütün tamaşaçılarımızla, bütün Azərbaycanla bölüşəcəyik. Və ümumilikdə Azərbaycan məktəblilərini təbrik edirik. Məktəblərdən bağlantılarımız olacaq və sizi məlumatsız qoymayacağıq bu gün ərzində. Amma siz də əziz məzunlar, görə ehtiyatlı olasınız. Əziz valideynlər, xüsusilə nəzarətiniz daha güclü olmalıdır. Günün ən maraqlı mövzuları da gündəmə gətirəcəyik. Maraqlıdır, ölkədə, dünyada nələr baş verir, hansı proseslər gedir. Bu istiqamətdə də həftənin şənbə günü, həftə sonu istirahət günü olmasına baxmayaraq, biz sizə bolluca məlumatlar təqdim edəcəyik. Heyvan gözəllik salonlarından tutmuş, uşaq qaynar xəttinin fəaliyyətinə qədər bugün sizi məlumatlandıracaq. Eyni zamanda canlı bağlantılarımız olacaq və ən əsası, bugünə xüsusi hazırlaşdığımız üçün bizim rəqs qruplarımız olacaq ki, bu da tamaşaçılarımız üçün bir sürpriz olsun. Bəli, və bayram əhval-ruhiyyəli bir efir təqdimatı olacaq bugün. Bəli, eyni zamanda həftə ərzində tamaşaçılarımıza təqdim etdiyimiz ən önəmli, ən maraqlı, ən faydalı mövzuları toplamışıq ki, elə efirimizin gedişatında izləyəcəksiniz. Eyni zamanda rubrikalarımız da fərqlidir, maraqlıdır. Məncə bu 2 saatı bizi izləməyə dəyər deyir, hörmətli tamaşaçılar.